Xeyir 9-cu sinif dim 20 sınaqdan 11-ci sınaq ümumi sınağı izah edirəm. Birinci sualdan başlayaq. 2x çıxılsın 5 modulda. Deməli uşaqlar, biz bunu bir dəfə böyükdür 11 götürürük. Bir dəfə isə kiçikdir 11, amma necə kiçikdir 11 mənfi. Olacaq 2x 16, x 8, 2x mənfi 6, x mənfi 3. Burada bir şey var. Baxın, əgər işarə belədirsə, onda biz buna deyirik birləşmə. Biz bunu, üzr istəyirəm, kəsişmə nəzərdə tutmuşam. Kəsişməsinə baxacaq. Baxın. K hərfi ilə, baxın. Yəni, bu cür olanda biz bunun kəsişməsinə baxırıq. Əgər bu cür olsaydı, mən onu izah edəcəm. Əgər belə olsaydı, biz onda onun birləşməsinə baxardıq. Baxın, birləşmə də oxşuyur. Baxın, bu hərflə. İndi necə edəcəyik? Ə-doxu çəkirik. Ə-doxunda mənfi 3 ilə 8-i alınır, işarələyirəm. Mənfi sonsuzluqdan 8-ə, mənfi 3-dən müsbət sonsuzluğa. Kəsişməsi hara düşdü? Mənfi 3-dən 8-ə. Cavab olacaq mənfi 3-dən 8. Amma bizdən tam həllərinin cəmini soruşduğu üçün olacaq mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 7. Mənfi 2-dən 2-yə getdi. 7, 12, 18, 25. Cavab Y variantı. İkinci sual. Daxili bucaqlarından biri 80 dərəcə. 3 bucaq veribdir. Deyir, daxili bucaqlarından biri 80 dərəcə. Xarici bucaqlarından biri isə 150 dərəcədir. Onda bura 150-dirsə, bura 30 dərəcədir. 80, 30, 110. Onda bura neçə dərəcə olmalıdır? Çünki cəmi yüksəsindən əməlidir, 70 dərəcə. Deyir, üç bucağın ən kiçik xarici bucağı. Xarici bucaq deyirsək, gəlin xarici bucaqlarını tapaq. Bu xarici bucağı yüksəsindən 180 çıxaram 100 dərəcə. Yüksəsindən 70 çıxaram 110 dərəcə. Ən kiçik xarici bucaq hansıdır? 100 dərəcə. Cavab B variantı. Keçirəm 3-cü suala. Kök altında 98, gəlin bir dəfəli yazaq da. 98 nə deməkdir? 49 vur 2. Onda yazacağım 7 kök altında 2. 27 9 vur 3 deməkdir. Yazacağım 3 kök altında 3. 75 25 vur 3 deməkdir. 5 kök altında 3. 18 isə 9 vur 2 deməkdir. 3 kök altında 2. Bölünsün. 5 kök altında 2 çıxılsın. Kök altında 3 bərabərdir. Uşaqlar, burada 7 kök altında 2 ilə 3 kök altında 2 toplayacağım. Eləyəcək 10 kök altında 2. 3 kök altında 3-dən 5 kök altında 3-ü çıxacağım. Eləyəcək 2 kök altında mənfi 2 kök altında 3. Yenə məxrəci köçürürəm. Uşaqlar, yuxarıdan 2-ni çıxacaq, nə olacaq? Olacaq 5 kök altında 2 çıx kök altında 3. Bunlar da ixtisar gedəcək. Getdi. Cavab oldu 2. Cavab Y variantı. 4-cü sual. 1 bölünsün A çıx 3 çıx 2 bölünsün A plus 3. Burada birinci əlbəttə ki, ortaq məxrəc getməliyik. A çıx 3 ilə A plus 3-ün ortaq məxrəci elə onların hasilidir. 1-i vuracam A plus 3-ə, 2-ni vuracam A çıx 3-ə. Olacaq A üstə gəlinsin 3 çıxılsın 2 vur A çıx 3. Bölünsün. Uşaqlar, bu A çıx 3, A plus 3-dür. 5. Bu da 3 çıxadı. İndi 3 çıxadı. Mən bura mənfi əlavə eləyib bunu plus eləyəcəm. Buraya yazacağım A çıx 3, 2. Eləyə bilərəm də. Çünki bu A çıx 3-dür. Bu 3 çıx A olmamalı idi. Ona görə. Buradan burada alacağım A üstə gəlinsin 3 çıx 2A üstə gəlinsin 6 bölünsün A çıx 3. A üstə gəlinsin 3. Burada uşaqlar, əlbəttə ki, ortaq məxrəc elə A çıx 3, A üstə gəl 3-dür. Bir dənə bu biz nəyə vurmalıyıq? Vurmalıyıq A plus 3-ə. Vursam nə olacaq? Olacaq 5 üstə gəlinsin 2 vur A üstə gəlinsin 3. Hesablayıram, tərsinə çevirirəm. Tərsinə çevirəndə bunlar gedir.
Burada isə 5 üstə gəlinsin 2a üstə gəlinsin 6. Bu da oldu 9 çıx a bölünsün 11 üstə gəlinsin 2a. Cavab A variantı. 5-ci sual. Deyir ki, A və B nöqtələri arasındakı məsafə 2 kök altında 5-dir. Uşaqlar, mən belə bir şey çəksəm, baxın, bu ikisinin arasındakı məsafə 2 kök altında 5-dir, düzdür. Bu da kubdur. Mən birisini sərqət çəkdim. Onda mən bura x, bura x, bura x desəm, bu düz bucaqlı üst bucaqdan, baxın. Baxın, bu düz bucaqlı üst bucaqdan aşağıda gəlin mən o qəşəng çəkim. Bura oldu x, bura oldu 2x. Bizə də bura nə verib? 2 kök altında 5. Aha. Yazacağım x-in kvadratı plus 4x-in kvadratı bərabərdir. 2 kök altında 5-in kvadratı neçə eləyir? 4 vur 5, yəni 20. 5x-in kvadratı bərabərdir 20, x-in kvadratı bərabərdir 4. X bərabərdir müsbət mənfi 2, amma biz müsbəti götürürük. Onda x 2 tapdıq. Deməli, kubun teliyi 2 imiş. Yan səthinin sahəsi düsturu nədir? 4a-nın kvadratı. 4 vur 2-nin kvadratı. Cavab 16, C variantı. 6-cı sual. 2x çıxılsın 3y bərabərdir 1. 3x üstə gəlinsin 4y bərabərdir 27. Şunlar, baxıram ki, bunu 4-ə, bunu 3-ə vursam, 6-da toplaya bilərəm. Yazım 8x çıxılsın 12y bərabərdir 4. 9x üstə gəlinsin 12y bərabərdir 81. 6-da toplayanda bunlar 7. 85, x də bərabərdir 5. X-i 5 tapandan sonra hər hansı birini, məsələn, mən burada yerinə qoyacağım. Baxın burada. Yazacağım 2 vur 5 çıxılsın 3y bərabərdir 1. 1 çıx 10, y də bərabərdir 3-ə. Hasilini soruşur bizdən. Cavab 15, Y variantı. 7-ci sual. 3 ardıcıl cüt. 3 ardıcıl cüt deyilsə x götürürəm, x plus 2 götürürəm, x plus 4 götürürəm. Əslində daha dəqiq olması üçün 2n, 2n plus 2, 2n plus 4 də götürə bilərik. Ardıcıl cütlərin cəmi 108-dir. Bunların cəmi nə deyir? 108. Olacaq 6n bərabərdir 102, n də bərabərdir 17. Deyir, bir dəqiqə, bizə deyir ki, bizə ardıcıl, n17 tapdıq. n17 tapmağa mənə verdi. Deməli, 2n, ədədimiz 2n, 2n plus 2, 2n plus 4 idi. Bizdən böyüyünü soruşur. 2 vur 17, üstə gəlinsin 4. Bu da elədi 38, D variantı. 8-ci sual. Uşaqlar, 10 üstü 4-dür. 10 üstü 4, 2 ilə 5-in hasilidir. Biz bunu yaza bilərik. 2 üstü 4 vur 5 üstü 4. Onda yazıram 2 üstü 4 vur 5 üstü 4. 125-in kvadratı. 125-in kvadratı deyirsə, onda 125 5-in kubudur. Bu da olacaq 5 üstü 6. Bölünsün. 72 uşaqlar vuruqlarını aysaq nə deməkdir? 72 8 vur 9 deməkdir. 8 2-nin kubudur. 9 3-ün kvadratı. Yazıram. 3-ün kvadratı. Vur. 5 üstü 4. Vur 2 üstü 5. Vur. İndi uşaqlar aşağıda nə yazıb? Aşağıda yazıb 25-in kubu. 25-in kubu yazıbdır. 25-in də kubu 5-in kvadratının kubudur. Bu da olacaq 5 üstü 6. Buraya yazıram 5 üstündə 6. 3 üstü 4. Yuxarıda da uşaqlar 18-in kubu yazıb. 18 9 vur 2-nin kubu deməkdir. Onda 9-un kubu vur 2-nin kubu. Axı 9 da 3-ün kvadratıdır, düzdür. Biz hamısının vuruqları ayrılmış şəkildə yazmalıyıq. Olacaq 3 üstündə 6 vurulsun 2-nin kubu. İndi isə gəlin biz burada bu misalda ixtisarımıza baxaq. Uşaqlar, burada 5 üstü 4 ilə 5 üstü 4 getdi. Düzdürmü? Sonra 2-nin kubu ilə 2-nin kubu getdi. Sonra burada 2-dən 4-də nədir? Burada 5-də nədir? Bir dənə burada 2 qaldı. 5 üstü 6 ilə 5 üstü 6 getdi. 3-ün kvadratı ilə 3 üstü 4-ün hasili bizə verir 3 üstü 6. Bununla da bu ikisi getdi.
Bir dənə yerdə qaldı. Cavab 2-də 1, 0,5. Cavab A variantı. 9-cu sual. Deyir ki, 15-də 8 hissəsi. Nəyin 15-də 8 hissəsi? Uşaqlar, bu Azərbaycanda mənsubiyyət şəkildə keçmisizlər. Məhsul bizdə x-dir. X-in 15-də 8 hissəsi 32 olan ədədin, yəni x-in deyir, 12-də 7 hissəsini tapın. Birinci nə edəcəm? Əlbəttə ki, 32-ni 15-ə vurub 8-ə bölərəm. Əlbəttə ki, vurmuram, ixtisar edəcəm 60. Burada isə 60-ın 12-də 7 hissəsini tapanda bu da eləyəcək 35. Cavab C variantı. 10-cu sual. Deyir ki, bir dənə bizə kvadrat verib. Deyir ki, A7 A7 uşaqlar, A7 burada. YDB, burada beta işarəliyik. Deyir, alfa ilə betanın cəmi 65 dərəcədir. Bizdən YDB-ni, yəni betanı soruşur. Uşaqlar, bizə bilirik ki, kvadratın diaqonalı tənböləndir. Onu 45-45 dərəcə bölür. Yəni, burada olacaq, onda 45 çıxılsın beta. Axı, bu da 90 dərəcə, düzdür? Onda yazacağım ki, alfa ilə 45 çıxılsın betanın cəmi bizə 90 dərəcə verməlidir. Onda olacaq alfa çıxılsın beta bərabərdir 45. Onda belə çıxır ki, biz bir tənliklər istemalıyıq. Baxın, alfa ilə betanın fərqi 45-dir, cəmi 65-dir. Onda altı toplasam yazacağım 2 alfa bərabərdir 110, alfa bərabərdir 55. Alfa 55-dirsə, onda beta isə 10 dərəcəymiş. Cavab Y variantı bizdən betanı soruşurdu. 11-ci sual. A-nın hansı ən kiçik qiymətində deyir 6-ya qalxsın. Uşaqlar 6-ya bölünməsi üçün həm 2-yə, həm 3-ə bölünməlidir. Onda rəqəmlərin cəmi 3-ə bölünməlidir. Tapıram 14, 16 plus A-dır. A 2 ola bilər, 18 olsun deyəm. 21 olması üçün 5 ola bilər. 24 olması üçün 8, 27 olması üçün 11 ola bilər. Amma A rəqəmdə axı 11 ola bilməz. Yəni 16 üstə 2 gəlirəm, eləyir 18. 5 gəlirəm, 21, 24. Bunlar 3-ə bölünür. Deyir ki, A-nın hansı ən kiçik tam qiymətində? Cavab 2, C variantı. 12. Ərik qurudulduqdan kütləsinin 30%-ni itirir. 14 kiloqram quru ərik almaq üçün nə qədər ərik lazımdır? X qədər ərik götürüblər. 30% itirəndə 70% qalır. Bizə deyir ki, 14 kiloqram ərik qurusu alınıb. 70% 14 kiloqram. Bunda x də bərabərdir 1400 bölünsün 70. Bu da eləyəcək 20. Cavab C variantı. 13. Deyir ki, 3 üstə gəlinsin, 3A üstə gəlinsin 5 vur B plus 2. Yəni çarpaz vuraq bir dəfəlik. 2 vurulsun A çıx 4. Bu olacaq 3AB. Bizə deyir ki, B-ni A ilə ifadə edin. Hə, lap yaxşı. B-ni A ilə ifadə edilmək üçün də açmırıq. Yazacağım ki 3A üstə gəlinsin 5 vur B bərabərdir deməli 2A çıx 8 çıx 2 2A çıx 8 bunu açdım çıx 2 2 də apardım sağa. Onda B də bərabərdir 2A çıx 10 bölünsün 3A üstə gəlinsin 5. Cavab D variantı. B-ni tapdım. B-ni ali ifadə elədim. Deyir ki, çevrənin mərkəzi ilə eyni olub, radiusu 6 olan çevrəni təniz. Mərkəzlər eynisi onda olmalıdır x çıx 3-ün kvadratı plus y üstə gəlinsin 2-nin kvadratı. Radiusu 6 olması üçün bu da 36 olmalıdır. Onda mən bunu açıram. Çünki burada açılmış şəkildə verib. 6x üstə gəlinsin 9, y-in kvadratı plus 4y üstə gəlinsin 4 bərabərdir 36. X-in kvadratı çıxılsın 6x üstə gəlinsin y-in kvadratı üstə gəlinsin 4y. Şuralar bunun cəmi 13 elədi. 13-dən də 36 çıxanda mənfi 23 eləyir. Cavab C variantına oxşuyur. Bir də dəqiq qiymətlərə baxaq. Yox. Burada 6x olmalıdır. Cavab A variantı. Mənfi 6x. Cavab oldu A variantı. 15. Ədəd ortası 8-dir. 3 üstə gəlinsin 4, üstə gəlinsin 8, üstə gəlinsin A böl 4 bərabərdir 8. Onda 15 üstə gəlinsin A bərabərdir 32, A da bərabərdir 17. Cavab D variantı.
16. Sinifdəki 28 şagirddən 12-si musiqi, 14-ü şahmat dərnəyinə gedir. Şagirdlərdən 4-ü hər ikisində iştirak edir. 12-dən 4 çıxıram. Deməli 8-i yalnız musiqiyə gedir. 14-dən 4 çıxıram. Onu deməli yalnız şahmata gedir. Bunların da cəmi mənə verir 22. Amma sinifdə də 28 şagird var. 28-dən də 22 çıxıram, cavab edir 6. Deməli 6 nəfər heç bir yerdə iştirak etmir. 17. Deyir uşaqlar, bura 110-dur, burada 130-dur. Mənim də bir dənə qaydam var idi ki, 70 ilə 50-nin cəmi bura yazırıq. Cavab 120. Biz indi də buranı soruşurduq. Yəni, bir də bir qaydamız var idi. Alfa betadır. Bura alfa, bura betadır. Deyir, burada olacaq alfa plus beta. Biz də bunu istifadə elədik. 70 ilə də 50-nin cəmi elədi 120. Keçirəm 18-ci suala. Ana və 3 oğul. Ana x deyirəm. 3 oğluna. Uşaqlar 3 oğul nə deməkdir? A, B, C. 3 il sonra hər uşağın yaşı 3 vahid artacaq. Ananın da yaşı 3 vahid artacaq. Bu 3 il sonradır. Deyir, indi yaşlarının cəmi, yəni x üstə gəlінsin, A üstə gəlінsin, B üstə gəlінsin, C indi 42-dir. Deyir, bəs 3 il sonra nə qədər olacaq? 3 il sonra da uşaqlar üzərinə gəlmişik. 3 dəfə 4, 12. Bunun üzərinə gəlməliyik 12. Cavab verəcəyik 54. 19. Deyir ki, AD-nin DC-yə nisbəti 3-ün 5-ədir. S, A, B, D 36-dır. Bizdən S, A, B, C-ni soruşur. A, B-ci tapmaq üçün gəlir birinci biz buna bir x deyək. Bura 3x-i, x deməyək, bura bir A deyək. 3x bərabərdir 36-ya. X bərabərdir 12. X 12-dirsə, biz də buradan 5-i 12-yə vurarıq. Eləyəcək 60. 60 oldu mu? Bizim də ümumi sahə soruşur. 36 plus 60 bərabərdir 96. 20. X-in kvadratı çıxılsın px üstə gəlməsin 12 bərabərdir 0. Bizə də uşaqlar, birinci biz buradan tapırıq x1 plus x2 bərabərdir p. x1 vur x2 bərabərdir 12. x1-in kvadratı vur x2 üstə gəlməsin 192. Əlbəttə ki, biz buradan birinci x1 vur x2 mötərizə xaricdən çıxartsam, olacaq belə. x1 ilə x2-nin hasili 12-dir, bu da p-dir. P də bərabərdir 16-ya. Bizim də p-ni soruşdu. 21. Bizə belə bir çevirə verib və orada bizə verib ki, bura 120 dərəcədir, x-dir, y-dir, z-dir. Bura 90-dır. 90 üstə gəlməsin 120, 210, 360-dan da çıxsam 210, eləyəcək 150. Deməli, z 150 dərəcədir. Bura 90 dərəcədir. Mənə deyir ki, 540 qram məhlulun hazırlanması üçün neçə qram z maddəsi lazımdır? Diaqramda məhlulun tərkibində deməli uşaqlar, birinci gəlin biz bundan nisbətini tapaq. Yazıram ki, 120 böl 90 böl 150. Tapsam mənə nə verəcək? Hər tərəfi 30-a bölsəm olacaq 4 böl 3 böl 5, düzdür? Bu x-dir, baxın, bu y-dir, bu da z-dir. Düzdürmü? 540 qram məhlulun hazırlanması üçün 4x üstə gəlінsin 3x üstə gəlінsin 5x bərabərdir 540, 12x bərabərdir 540, x bərabərdir 45. Bizdən də z soruşur, 45 vur 5, cavab 225. Bəs biz bu başqa cür necə eləyərdik? Qram. Başqa cür belə eləyə bilərdik. Ümumi 360 dərəcə, ümumi 540 qram məhluldur, hamısı bir yerdə. Qram məhluldur. Bizdən z-i soruşur, z-i tapmışam 150 dərəcə, düzdür?
Z tapmışam neçə dərəcə? 150 dərəcə. 150 dərəcədə x qramdır. X bərabərdir 540 vur 150 böl 360. 90'a bölsəm, burada 4, burada da 6 alaram. Deməli, 2'ye bölsəm 75, 2'ye bölsəm 3, bu deyəcək 225. Keçirəm 22-ci sualı. Deyir ki, x'in kvadratı çıxılsın, mx çıxılsın 12, 7, 9 nöqtəsindən keçir. Uşaqlar, onda birinci x'in yerini 7, 9 yazaq ki, m'i tapaq. Yazdım 7'nin kvadratı çıxılsın, 7 vur m çıx 12 bərabərdir 9. Bu da mənə verəcək mənfi 7m 49'dan 12 çıxanda eləyir 38. 9'dan da 38 çıxan neçə eləyir? Deməli 49'dan 12 çıxıram 37 üzr istəyirəm. 9'dan da 37 çıxsaq bizə verəcək mənfi 28. Onda m də bərabərdir 4'ə. Onda bizim tənliyimiz y bərabərdir çıx 12. Bizdən təpə nöqtə. Uşaq, təpə nöqtə bilirəm ki, m-dən n-dir. M mənfi b bölü 2a-dır. N mənfi d bölü 4a-dır. Yazaram, yerinə qoyacağım. Mən bilirəm ki, burada a 1'dir, b 4'dür, c mənfi 12'dir. Yerinə qoysam olacaq mənfi 4 bölünsün mənfi 2'dir. Burada isə olacaq mənfi 16 çıxılsın 12 vurulsun 4. Mənfisi də var 12'nin. Aha, vur 1. Bölünsün 4. Bu deyəcək mənfi 4. 20, deməli 48, 54. 16'nın üstündən 48 gələndə 16'nın üstündən 48 gələndə 64. Bu deyəcək mənfi 16. Deməli, təpə nöqtəyə mənfi 2, 16'dır. Koordinatları ilə bir bax, yazacaq. Mənfi 2, mənfi 16. Ordinat oxu ilə, uşaqlar, bax, ordinat oxu budur. Kəsişəndə bundan, bunun ikisi yoxdur. Ordinat oxu ilə kəsişəndə, bu birinci, ikinci, ordinat oxu ilə kəsişəndə x-i 0 olmalıdır. X-i 0 versəm, y mənfi 12 olacaq. Əgər absis oxu ilə kəsişirsə, onda y 0 olmalıdır. Y 0 olsa, x-in kvadratı plus 4x çıx 12 bərabərdir 0 olacaq. Bu da 6, 2, mənfi 6, 2 kökləri olacaq. Koordinatları soruşur. Bunun koordinatları oldu 0, mənfi 12. Bunun da koordinatı oldu 0, mənfi 6, 0, 2. Yeri səhv yazdım. Mənfi 6, 0, 2, 0. Belə. Deməli, bizim cavablarımız oldu bunlar. Keçirəm 23-cü sualı. 10-20 aralığında təsadüf seçilmiş 2 tam ədədinin birincisinin sadə, ikincisinin 3'e bölünən olması əsas ehtimalı tapın. 10-20 ədədi arasında özü ikisi də alır. Deməli, deyir ki, 10-20 aralığında deməli, 10 ilə 20 aralığında 11 ədəd var. Çünki 10'da alır, 20'yi də alır. 11 ədəddən birincisi sadə. Sadə ədədlər 11, 13, 17, 19, 4 dənədir. Uşaqlar, deyir ki, ardıcıl, baxın, ikisində tam ədəd seçilmiş 2 ədədin birincisinin sadə ədəd, ikincisinin 3'e bölündə olmaz. İndi uşaqlar, bu 11 ədəddən birini götürdük, düzdürmü? İndi qaldı 10 dənə. Deyir, 3'e bölündə olması. 3'e bölündə olması üçün 12, 15, 18, 3 ədədimiz var. Bu da olacaq 10'da 3. Biz də bunları bir-birinə vursaq olacaq 110'da 12, 2'ye bölsəm 55'də 6 cavab. İndi keçirəm 24-cü suala. 24-cü sualda uşaqlar bizə belə bir hündürlük verib. Deməli, bura 3'dür, bura 4'dür. Buralar, mən burada paralel şərtin verdiyinə görə aşağı gedə bilərəm. Gəlin bu 3 bucağı, yəni A, M, B, C. Uşaqlar, məndən ABC-nin sahəsini soruşur, düzdürmü? Ümumi üçbucağın sahəsi. Mən də kiçik üçbucağın sahəsi, baxın, M, B, N. Hündürlüyü nədir? 3'dür. Böyük üçbucağın sahəsi ABC-ni yazıram. A, B, C.
aşağının 80 verib. Biz də bunun sahəsinə bir dənə A desək, onda bunun sahəsi olacaq A plus 80. Niyə? Çünki aşağı biz 80 verib. A MNC-yi 80 verdiyinə görə olacaq A plus 80. Uşaqlar, bunun da hündürlüyü, gəlin bu qıraqdan yazım, S bərabərdir A plus 80. Bunun da hündürlüyü, uşaqlar, bura 4x-sə, mən də buna bir hündürlük çəksəm, burada 4x olacaq. Onda ümumi neçə x oldu? 7x. Onda mən burada 7x deyə bilərəm. Bitdi. 3x-in 7x-ə nisbəti mənə k verir. Amma A-nın A plus 80 nisbəti mənə k kvadratı verməlidir. Onda A böl A plus 80 bərabərdir. X-də getdi. Kvadratı 49-a 9. Bu da olacaq 49A bərabərdir 9A plus 80. A da bərabərdir 2. Deməli, biz A-nı 2 tapdıqsa, onda belə çıxır ki, deməli, uşaqlar, mən burada hesablama səhv eləmişəm. 9-u 80-ə vuranda 720 eləyir. Deyirəm, orada səhv eləmişəm. Bu da 40A bərabərdir 720. A da bərabərdir 18. A-nı 18 tapdıq. Deməli, bu da 18 plus 80 olacaq 98. Cavab 98. 25-ci sual. Bura M-dir. Bura O-dur. Bura Y-dir. A-dır, C-dir. Deyək ki, ACB 50 dərəcədir. Baxın, bura 50 dərəcədir. BY-də 70 dərəcədir. Buna da verib bizə 70 dərəcə. Deyək ki, CM-də qövsünü tapın. Bizdən buranı soruşur. Neyini? Uşaqlar, bura 50-dirsə, onda belə çıxır ki, bura 100 dərəcədir. Baxın, bu qövs 100 dərəcədir. 100 dərəcədir. Belə. Bura 70 dərəcədirsə, uşaqlar, onda belə çıxır ki, burada 110 dərəcədir. Mən də bilirəm ki, M üstə gəlinsin 100 böl 2 bərabərdir 110-a. Ay müəllim, haradan çıxdı bu? Düsturdan. Düsturumuz var idi belə. Düsturu qoymayası bir dəfə də yazın. Bizim belə bir qaydamız var idi ki, məsələn, bura alfadır, bura M-dir, bura N-dir. Deyir, alfa bərabərdir M üstə gəlin M böl 2. Buradan. Onda M də bərabərdir 220 çıx 100. M də bərabərdir 120. Bizdən də M soruşurdu. Cavab 120 dərəcə. Baxdığınız üçün çox sağ olun. Təşəkkür edirəm.